Salam cənab prezident. Cənab prezident, artıq biz yorulmuşuq. Bütün cəmaət yorulur. Bu artıq bilirsiniz, olmamalı bir şeylər də hamısı da olur. Xahiş edirik sizdən çox diqqətlə bizə qulaq asın və xahiş edirik sizdən artıq dərəcədə. Sizdən başqa heç kim yoxdur ki, deyək nəysə. Çox yorulmuşuq da, bildiyiniz çox yorulmuşuq və istəyirik ki, siz bunlarla artıq tədbir görürsünüz. Bu başa düşmürəm. Vəzifə veriləndə bəyəm kimsə kimdənsə artıq olur. Yəni bu necə olan bir şeydir ki, mən indi siz məsəl üçün haransa bir icra başçısı təyin eləyin, harasa bir mavin təyin eləyin, harasa bir hər nə nazir təyin eləyin. Mən indi bəyəm başa düşmədim. Mən kimdənsə artıq olur ha. Mən bu millətim üçün çalışıram da, düzdür? Siz əmr vermisiniz, sizin mərhum prezident Heydər Əliyev Atovuz əmr verib, onlar yəni bilirlər ki, kimin sözünü eşitmək lazımdır. Yəni bu demirsiniz ki, siz millətin, xalqın xidmətçisisiniz. Siz onlara xidmət edirsiniz. Siz deməmisiniz ki, siz millətin, xalqın belə nə deyim dayı? Başın ağasısınız. Siz deməmisiniz ki, siz lotusuz. Siz deməmisiniz ki, siz nə bilim nəsiz. Düzdür? Deməmisiniz ki, cənab prezident. Bunlar amma lotuluq eləyir, ağalıq eləyir, cəmaatın evini sökür. Nərimanov heykəli ilə üzbəüz cəmaatın evini söküb. Bir dənə ev orada təhlükədə qalıb ailələr, bir həyət. Yəni bu necə olan şeydir? Bu Bayır şəhər mərkəzi sökürlər bu Zülfəli. Kim deyə Zülfəli? Zülfəli sən kimsən ala? Kimsən sən? Özünü nə sayırsan, nəsən? Ha? Mənim babam Zəngilanda zəhərləndirildi, öldürüldü. Nə var dövlətin büdcəsini qorudu, qoymadı xalqın, dövlətin malını qorudu. Qoymadı ki, haram yesinlər. Ona görə onu zəhərlədilər, öldürdülər. Bax, sən də Zəngilanlısan, yəqin ki, sən həmin tayfadansan. Sən yoxsa belə hərəkətlər eləmərsən. Biz seyidik. İnşallah sənə vuracaq, narahat olma. Bu icra hakimi. Yasamal rayon icra hakimi Rəşad Həsənov. Kimsən, nəsən? Sən cəmaatı başına sən kim, nə təyin ediblər sən? Sən icra hakimisən, yoxsa başa düşmədim. Yerinizi bilin, kişi. Başa düşürsən, bax mən sizə yer göstərirəm, yerinizi bilin. Başa düşdün? Çünki siz yerinizi bilməlisiniz. Sizi onsuz da yerinizi bildirəcək cənab prezident. Başa düşdün? Ya bu belə getməyəcək. Sən məni şəxsən sən əsəbləşdirirsən. Mənə xoş olmayan mənə məcbur edirsən. Sən bu danışıqları mən danışım. Sən mənə məcbur edirsən bunları danışmağa. Niyə məcbur edirsən mənə? Mən rahat yaşamaq istəyirəm bu ölkəmdə. Başa düşdün? Bu mənim vətənimdir. Mən yaşamaq istəyirəm. Başa düşürsən nə deyirəm sənə? Mənim tanışlarım, mənim qohumlarım, mənim əzizlərim, nə bilim, həmin orada yaşayan insanlar, dostlar, tanışlar, hamısı yaşamaq istəyir. Başa düşürsən? Sən gəlmirsən, amma cəmaatın evini sökürsən ki, mən belə istəyirəm, buranı dağıdacağıq. Zülfər, sən kimsə ala nəysə dağıdır. Sənin bir şilləlik canın yoxdur ya sən. Başa düşdün? Dağıdır. İndi sən lazım olan cür, lazım olan yerdə, lazım olan yeri dağıdacaqlar, narahat olma. Mən cənab prezident eləyəcəyim inşallah bizim hamımızın yerinə. Bax, cənab prezident, biz sizin qanundan çıxmamaq üçün qoyduğunuz qanunlara hörmət edirik deyə. Necə deyim? Sizi çox istəyirik deyə xətrinizə. Yəni mən sizin həm də qohumunuzam. Sizdən qohum kimi kömək istəmirəm. Mən bu günə kimi biz gəlib bir qohum kimi sizdən heç nə istəməmişik. İstəmirik də. Sizin can sağlığınız bizə bəsdir. Siz necə, biz də elə. Bilirsiniz də biz baş əymirik. Yəni baş əymirik deyəndə ki, yəni biz gedib ağız aça bilmirik də ki, məsələn əziyyət verərik birdən. Yəni biz belə adamlarıq. Xahiş edirik sizdən. Artıq dərəcədə cənab prezident. Bu insanlar yazıqdılar, kömək eləyin. Hələ hamımız yazıq günə qalmışıq. Dövlətdə işləmək o demək deyil, sən gəlməlisən kiməsə üzr istəyirəm bu ifadəmə görə, hamıya aid deyil.
Var belə adamlar, özünüz də bilirsiniz. Yanınızda da işləyənlər var. Ha, bütün idarələrdə var da. Adi marketdə satıcıların içində olduğu kimi orada da var. O demək deyir ki, sən çaqqal olasan. Cənab prezident, mərhum prezident deyib ki, Heydər Əliyev. Onun da sözüdür bu və imamlar da deyib, hər kəs deyib. Cəsarət və sədaqət insanın qanında olur. Sonradan yaranmır. Nə də kiməsə baxıb yalandan tilpaşlıq eləyib, belə Türkiyəyə getmək nə olmur. Başa düşdünüz? Bax bu ürəkdə olur, ürəkdə, bax burada olur. Başa düşdünüz? Ağıllı olun. Cənab prezident, bunları ağıllı eləməyi ancaq siz eləyə bilərsiniz. Ya da verin bu millətin əlinə özləri bunları parçalasın da bezliyik. İnşallah tədbir görərsiniz.